bu torpaqlarda görülən işlərlə dair bir video şarkı sizə təqdim edəcəyik. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Hər dəfə bura gələndə Mehriban xanım və mən izləyirik və hər dəfə bir-birimizə deyirik ki, nə gözəl diyardır, nə gözəl mənzərədir. Bunun tayı bərabəri yoxdur dünyada. Kəlbəcər rayonu Azərbaycanın gözəl güşələrindən biridir. Azərbaycan torpağının qədim dövrlərdən indiyə qədər tarixini öz qəlbində, öz sinəsində, öz qoynunda saxlayan Azərbaycanın ayrılmaz bir parçasıdır, ayrılmaz bir hissəsidir. Və heç şübhə yoxdur ki, o gün gələcəkdir ki, Kəlbəcərin sakinləri bizim soydaşlarımız öz yerlərinə, yurtlarına qayıdacaqdır. Yurdumuzun başına çox bəlalar gəldi. Bu meydanda çox igidlərimiz qırıldı. Amma tamam qırılıb qutarmadıq. Hələ varıq, olacağıq, qalacağıq, artacağıq. Qalx uca dağın başına, 3 tonqal qala. 1 tonqal qalayanda elimiz şənliyə toplaşır. 2 tonqal qalayanda baskınlardan qorunmağa yığışır. O indi 3 tonqal görəndə hamı cütlə, xışla gəlsin, bilsinlər ki, işləməyə gəlirlər.